çox şadam ki, bu tədbirdə iştirak edirəm. Təşəkkür edirəm məni bura dəvət etdiyiniz üçün. Mənim deməli süni intellekt çərçivəsində hüquqi tənzimləmələr barədə olacaqdır. Pozitiv aspektlər barədə danışmaq istəyirəm süni intellektin və həmçinin mənfi tərəflərindən də danışmağa çalışacağam və süni intellekt necə tənzimlənə bilər bu barədə də danışacağım. Bu doğrudan da ciddi problemdir, çünki bu tənzimlənmə çərçivəsində çox vaxt gedir, fərqli tapşırıqlar üzrə, çətin tapşırıqlar üzrə və kollektiv cəhdlər tələb olunur və ona görə də tənzimlənmə çərçivəsində yalnız biz əməkdaşlıq edərək bütün bunlara nail ola bilərik. Yəni dövlətlər çərçivəsində də bu belədir. Dövlətlər arasında əməkdaşlıq olmalıdır. Pozitiv tərəfindən danışaq. Süni intellekt fərqli bir fenomendir. Süni intellekt barədə danışanda biz düşünməliyik ki, bu bir çox faydaları olacaq cəmiyyətə və yaxud da ki, hansısa bir toqquşmalar baş verəcəkdir. İnsanlara mənfi təsirləri olacaqdır. Əlbəttə ki, bu güclü bir alətdir inkişaf üçün. Katalist rolu oynayır bir növ inkişaf meyarları üzrə və bildiyiniz kimi süni intellekt fərqli sahələrdə istifadə olunur. Səhiyyə çərçivəsində, təhsildə, fərqli sferalarda və süni intellekt geniş şəkildə istifadə oluna bilər. Fərdi səviyyədə, dövlət səviyyəsində, qlobal səviyyədə də istifadə oluna bilər. Fərdi səviyyədə onu deyə bilərəm ki, onun tətbiqi əlbəttə ki, insanların həyatını yaxşılaşdıracaq, çünki onlara kömək edəcəkdir ki, yerli fəaliyyətlərini həyata keçirsinlər. Fiziki fəaliyyətlərini belə həyata keçirməyə kömək edəcəkdir. Məsələn, dövlət çərçivəsində onu qeyd etməliyik ki, süni intellekt çox vacib rol oynayır elektron demokratiklik çərçivəsində və bu doğrudan da əlaqələrin hökumətlər arasında, məsələlər arasında, fərqlər arasında, vətəndaşlar arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxardacaqdır. Və bu belə bir alətdir. Məsələn, chatbot kimi alət kömək edir ki, dövlət məsələlərinə, hökumət məsələlərinə ki, onlar daha sıx əlaqələr qursunlar insanlarla və doğrudan da çox vacib rol oynayır elektron demokratik prinsiplərin həyata keçirilməsi üçün. Fərqli sahələrdə, kənd təsərrüfatında, təhsildə, elm sahəsində biz çox faydalarını görürük və həmçinin qeyd etmək istəyirəm ki, qlobal səviyyədə süni intellekt həmçinin fərqli planetlərin aşkarlanması üçün, kəşf olunması üçün istifadə oluna bilər. Və qeyd olunduğu kimi süni intellekt həmçinin fərqli yerlərdə istifadə olunmaqla cəmiyyət ondan faydalana bilər. Amma negativ tərəflərindən də danışmaq lazımdır. Negativ tərəflərinə gəldikdə qeyd etmək istəyirəm ki, süni intellekt işsizliyin artıra bilər sayını, faizini və minlərlə, yüz minlərlə insanlar işsiz qala bilər və vaxt keçdikcə daha çox insanlar öz işini itirir. Çünki süni intellekt bir çox fəaliyyətləri həyata keçirir ki, onları əvvəllər insanlar edirdi. Və süni intellekt ixtira olunanda fiziki fəaliyyətlərin icrasını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur, intellektual deyil. Amma artıq o qədər mükəmməl olmuşdur ki, artıq indi intellektual fəaliyyətlərin də icrası üçün istifadə olunur və intellektual fəaliyyətlər daha yaxşı icra olunur, yəni insanlardan daha yaxşı icra olunur və ona görə də bir çox sənaye sahələrində, böyük tex şirkətlərində, Amazon, Google və digər böyük şirkətlər artıq onu tətbiq etməyə başlayıblar və gələcəkdə milyonlarla insanlar işsiz qala bilər. Yəni, belə bir təhlükə vardır və bu çox böyük bir rəqəmlər ola bilər. Bu negativ tərəfidir süni intellektin tətbiqi ilə bağlı. Digər mənfi tərəfi ondan ibarətdir ki, süni intellekt hərbi məqsədlər üçün istifadə oluna bilər və təhlükələri vardır. Avtonom sistemlərdə istifadə oluna bilər və onlar müstəqil şəkildə icra oluna bilər süni intellekt insan müdaxiləsi olmadan və biz bilmirik ki, hansı fəaliyyətləri icra edə bilər bu müstəqil sistem gələcəkdə və bu müstəqil sistem
nəinki cəmiyyətə mənfi təsir göstərə bilər və binaları dağıda bilər. Və bildiyiniz kimi böyük dövlətlər bir-birinə inanmırlar və ona görə də çalışırlar ki, süni intellektlərdən istifadə etsinlər öz hərbi məqsədləri üçün. Digər negativ tərəfi ondan ibarətdir ki, terror təşkilatları ondan istifadə edə bilərlər öz çirkin əməlləri üçün və bilirik ki, bir çox terror təşkilatları artıq dronlardan istifadə edirlər, süni intellektdən istifadə edərək terror fəaliyyətlərini həyata keçirmək üçün. Və süni intellekt negativ məqsədlər üçün də istifadə olunduğuna görə onun tənzimlənməsi çox vacibdir. Süni intellektin tənzimlənməsi doğrudan da çox çətin bir tapşırıqdır, vaxt aparan bir tapşırıqdır və heç bir dövlətdə kifayət qədər imkanlar yoxdur bunu etməyə və bütün onların səmərəli tənzimlənməsi üçün dövlətlər arasında əməkdaşlığın olması çox vacibdir ki, bu tənzimləməni uğurlu şəkildə həyata keçirsinlər. Nə edə bilərlər və nəyə görə bu tənzimlənmə çətindir? Birinci onu qeyd etmək istəyirəm ki, dövlətlər bəzən bir-birinə inanmırlar, böyük dövlətlər bir-birinə inanmırlar, böyük gücə bir-birinə inanmırlar və ona görə də bu baş verir və bilirik ki, onlar bir-birinə rəqabət aparır. Məsələn, Amerika ilə Çin arasında böyük bir rəqabət vardır və çalışırlar ki, onlar süni intellektdən daha çox istifadə etsinlər hərbi məqsədlər üçün və vaxt keçdikcə bu rəqabət daha çox qorxuların yaranmasına gətirib çıxardır və onların heç biri istəmir ki, bu məsələ tənzimlənsin. Çünki onlar tənzimlənməyə başlasalar, bu fərqli elmi proqreslərin qarşısını alacaqdır, inkişafın qarşısını alacaqdır, maneələr yaradacaqdır və ona görə də dediyim kimi tənzimlənmə çox vacibdir və bildiyimiz kimi bütün dövlətlər beynəlxalq arenada əslində fərqli egoist maraqları irəli sürürlər və ona görə də çox vacibdir ki, kollektiv təşkilatlar olsun və düşünürəm ki, universal təşkilatlar yaradılmalıdır ki, sırf süni intellekt idarə olsun və tənzimlənsin. Yəni, belə bir ad özüm üçün kəşf etmişəm və bu beynəlxalq təşkilat alına bilər, süni intellektin tənzimlənməsi təşkilatı adlandırıla bilər və qeyd etdiyim kimi, heç bir dövlətin kifayət qədər imkanı yoxdur bunları etməyə və ona görə də belə bir beynəlxalq təşkilatın yaranması vacibdir. Bu beynəlxalq təşkilat universal bir təşkilat olmalıdır, kollektiv bir şura olmalıdır sanki ki, biz risklərin qarşısını alaq və onları azaldaq.